İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Növbəti mərhələdə Ağdam rayonunun Kəngərli kəndinə 50 ailə 207 nəfər köçürülüb. Qeyd edək ki, Ağdamın Kəngərli kəndinə birinci mərhələdə 1279 nəfərin köçürülməsi nəzərdə tutulub. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub və 2544 nəfər üçün planlaşdırılıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı ümumilikdə 40 mindən çox insan yaşayır. Çox acınacaqlı vəziyyətdə çıxmışdıq. Çox keçilməz yollarla, piyada, maşınları dağla daşla sürə-sürə elə çıxmışıq. Yenə də min şükürlər olsun bu günümüzə. Çox sevinirik. Oğlumla indi gedirəm. O bir oğluma da növbəti ev verəcəklər. İkinci isə onda gedəcək. O bir oğlum hələ Bakıdadır da. Yəni ki, çox sevinirik. Sevincimizin həddi-hududu yoxdur. Ailə üzvlərimlə, övladlarımla, yoldaşımla gedirəm. Bugünkü gün şükür Allah tikiblər, qruplar yaradıblar, gedirik öz torpağımızda yaşamağa. O hissi demək olmur ki, o his çox gözəl hisdir.